Hər vaxtınız xeyir olsun. Salamlayıram hər birinizi. Dəyərli müəllimlər, dəyərli həmkarlar. Bugün sizlər üçün bilik mövzusundan olan konseptual bilik anlayışının izahını verəcəm. Və izaha keçməmişdən əvvəl sizlər üçün qısa bir anons keçim. Bizim hər ay MİQ və sertifikasiyaya hazırlaşan dəyərli müəllimlərimiz, həmkarlarımız üçün yeni qruplarımız açılır. Və qruplarımızda müəllim sayı az olur. Bizim qruplarımıza qoşulan hər bir müəllim çalışırıq ki, mövzuların mahiyyətini başa düşsünlər, bolca test işləsinlər və mövzuları əzbərləməsinlər ki, gedib imtahanda nəticə toplaya bilsinlər. Və bizim qruplara qoşulmaq istəyən müəllimlərimiz yuxarıda qeyd etdiyim nömrənin WhatsApp və mobil ilə əlaqə saxlayıb qruplarımıza qoşula bilərsiniz. Hər bir müəllimlə birə-bir sual-cavab olunur və anlaması təmin olunur. Və çox danışmadan keçim izahımıza. Bugünkü mövzumuz konseptual bilikdir. Konseptual bilik, bunu bu şəkildə əzbərləmirik. Əvvəlcə bilməliyik bilik nədir, sonra bilməliyik konseptual bilik nədir, sonra izaha keçməliyik. Bilik nədir dəyərli müəllimlər? Bilik odur ki, biz hər gün aldığımız informasiyalar ki var, kifayət qədər informasiya alırıq. Televiziya olsun, vəsaitlər olsun, ətrafımızdakı insanlar olsun, işlədiyimiz kollektiv olsun, kifayət qədər informasiya alırıq, düzdürmü? Və həmin informasiyalar bizim beynimiz qəbul edirik və beynimizdə başlayırıq düşünməyə. Düşünürük, analiz edirik və sonra onları özümüzə lazım olanları, hansı ki özümüzə lazımdır, aldığımız o informasiyalardan başlayırıq öz filtrlərimizdən keçirib, özümüzə lazım olanları öz beynimizdə depoluyuruq. Depoladığımız, öz məhsulumuza çevirdiyimiz hissə bizim biliyimizdir. Bax, bu bilikdir. Bəs konseptual sözü nədir? Konseptual yeni bilik deməkdir. Niyə yeni bilik? Çünki bizim beynimizdə kifayət qədər faktlar toplanır, faktiki biliklər olur və həmin faktlardan, faktiki biliklərdən bir dənə yeni bilik çıxardırıq. Artıq o olur bizim yeni biliyimiz. Bax, bugün mən sizlərə izah verirəm. Düzdürmü? Mənim verdiyim bu izah birbaşa konseptual bilikdir. Deyim niyə görə? Ona görə ki, mən bu mövzunu izah etmək üçün mən kifayət qədər vəsait oxumuşam. Kifayət qədər informasiya toplamışam və həmin informasiyaları öz beynimdə sistemləşdirmişəm. Ümumi bir şəkildə bugün sizlərə izahını verirəm. Və bu izah artıq mənim konseptual biliyimdir. Aydındırmı? Burada qeyd eləmişəm. Kateqoriya, təsnifat, prinsip, ümumiləşdirmə, nəzəriyyə, model və strukturlar həmçinin onlar arasındakı əlaqəni göstərən daha mürəkkəb bilik deməkdir. Konseptual bilik bir növ əlimizdə olan faktoloji biliklər arasında əlaqə yarada bilməyimizdir. Yuxarıda da qeyd elədim. Yəni, konseptual bilik dəyərli müəllimlər, hansısa bir termini, hansısa bir tərifi əzbərləmək deyil. Konseptual bilik həmin o terminin daxili məntiqini açıqlayır. Məntiqini açıqlayır. Nəyisə başa düşməkdir. Baxın, situasiyalarda, testlərdə, konseptual bilikdə ən çox nə axtarılır? Nə üçün, niyə belə olduğu başa düşməkdir konseptual bilik. Bax, suallarda ancaq bunlar axtarılır. Konseptual bilik bir şeyin nə üçün, niyə baş verdiyini, nəyə görə belə olduğunu anlamaqdır, başa düşməkdir. Yəni, əzbər bir bilik deyil. Əzbər deyil, məntiqini anlamaqdır. Məsələn, burada qeyd eləmişəm, nə üçün ayda yaşam yoxdur? Bax, niyə yaşayış yoxdur? Bu bizim bir uşaqlıqdan bəri əzbərlədiyimiz bir şeydir. Hər zaman deyiblər, ayda yaşayış yoxdur. Amma niyə? Nəyə görə ayda yaşayış yoxdur? Artıq biz bu niyə sualını, nə üçün sualını veririksə özümüzə və onun cavabını da tapmışıqsa, bu bizim konseptual biliyimizdir. Digər bir nümunə, bitkilər günəş işığı ilə qidalanır. Biz də bunu uşaqlıqdan əzbərlədiyimiz bir şeydir. Bitkilərə günəş işığı lazımdır. Amma niyə? Faktiki biliyimizdir da, düzdürmü? Niyə günəş işığı vacibdir? Bax, bu niyə, nə üçün vacib olduğunu artıq biz bir insan olaraq başa düşürüksə, bu bizim konseptual biliyimizdir. Bu sualın cavabını biliriksə, deməli konseptual biliyə sahibik. Niyəliyini başa düşməliyik. Çünki günəş işığı bitki üçün vacibdir və fotosintez prosesini təmin edir. Artıq biz bu sualın cavabını özümüzdə tapırıqsa, bizim konseptual biliyimiz var demək ki. Digər bir nümunəyə baxaq. Dörd bucaqlının dörd tərəfi var. Niyə, nə üçün tərəflər qarşı-qarşıya bərabərdir? Baxın, deyir ki, niyə, nə üçün? Çünki tərəflər qarşı-qarşıya bərabərdir. Dörd bucaqlının dörd dənə tərəfi var, 5 dənə ola bilməz. Bunu biz əzbərləmişik.
Amma başa düşəndə artıq başa düşmüşüksə niyəliyini, səbəbini, bu bizim konseptual biliyimizdir, dəyərli müəllimlər. Digər bir nümunəyə baxaq. Məsələn, şagird Azərbaycan və Türkiyə idarəetmə formalarını müqayisə edir və oxşar fərqli cəhətlərini müəyyən edə bilir. Aha, gəlin burada biraz danışım. Deməli, Azərbaycanın və Türkiyənin idarə etmə formasını müqayisə edə bilir şagird. Bu bunun faktiki biliyidir, düzdürmü? Azərbaycanın idarəetmə formasını bilir, demək ki, Türkiyənin idarəetmə formasını da bilir və bunları müqayisə edib oxşar və fərqli cəhətlərini müəyyənləşdirə bilir. Deməli, adamın faktiki bilikləri var. Faktiki biliklər arasında bir müqayisə apardı, bir ümumiləşdirmə aparıbdır ki, onların idarəetmə formasındakı oxşar və fərqi tapa bilsin. Bu artıq şagirdin konseptual biliyi var deməkdir. Aydındırmı? Yəni testlərdə oxşar və fərqini tapmaq, ümumiləşdirmək, müqayisə etmək varsa bunlar hamısı açar sözlərdir. Yəni bunları dəftərlərinizə qeyd edin, dəyərli müəllimlər. Lazım olacaq sizə. Sonra gəldik. Konseptual bilik 3 kateqoriyaya bölünür dedik ki, 3 kateqoriyaya. Neçə kateqoriyaya bölünür? 3 kateqoriyaya bölünür. Birincisi təsnifat və kateqoriyalar. İkincisi prinsip və ümumiləşdirmələr. 3 nəzəriyyə, model və strukturlardır. Nə deməkdir bu? Biraz açıqlayaq. Təsnifat və kateqoriyalar mötərizədə qruplaşdırmaq yazmışam. Yəni bu o deməkdir ki, bax sadə bir dənə misal çəkəcəm. Mən bir müəllim olaraq şagirdlərimə tapşırıq verirəm, onlara bir mətn təqdim edirəm. Deyirəm ki, əziz şagirdlərim, bu mətni oxuduqdan sonra mətnin içərisindəki sözlərin hansı nitq hissələrinə aid olduğunu qruplaşdırın, dəftərlərinizə yazın. Əgər şagird həmin oxuduğu mətndəki sözlərin hansı nitq hissələrinə aid olduğunu qruplaşdıra bilirsə, qruplaşdırmaq varsa, şagirddə nə var? Konseptual bilik var demək ki. Aydındırmı? Prinsip və ümumiləşdirmələr. Digər bir nümunədə izahını verim. Misal üçün, biz şagirdlərə hansısa bir mətn təqdim edirik, yenə də şagirdlər həmin mətndən öyrəndiklərini öz prinsipləri ilə ümumiləşdirib gəlib mənə danışacaqlar. Artıq həmin prosesi həyata keçirə bilən şagirdin nəyi var? Konseptual biliyi var demək ki. Nəzəriyyələri bilən şagirdin konseptual biliyi var. Model və strukturları bilən şagirdin konseptual biliyi var. Nə demək? Nəzəriyyələri bilən şagirdin dedik konseptual biliyi var. Model və strukturlar nədir deyərsiniz? Bu da o deməkdir ki, hər hansısa bir ölkənin, hər hansısa bir dövlətin idarəetmə modelini, strukturlarını bilir. Bilirsə, demək ki, şagirdin nəyi var? Konseptual biliyi var. Yəni, açar məqamlar qeyd etmişəm burada. Aşağıda feillər var və bu feillər konseptual biliyin açar məqamlarıdır. Yəni, faktoloji biliklər arasında əlaqə, anlamaq, başa düşmək, qruplaşdırmaq, ümumiləşdirmək, izah etmək, oxşar və fərqlini tapmaq, müqayisə etmək, mahiyyətini dərk etmək, nə üçün, niyə suallarına cavab axtarır konseptual bilik. Yaxşımı müəllimlər? Yəni, bugün mən sizlərə əslində konseptual bilik mövzusunu tamamilə açıqladım. Əgər bu videonu sonacan dinləmisinizsə, videomu bəyənmisinizsə, kanalıma abunə olun, dəyərli müəllimlər, dəyərli həmkarlar. Və bu tipli videoların davamı üçün şərh bölməsinə fikirlərinizi yazın. Hansı mövzularda çətinlik çəkirsinizsə, biz də sizə dəstək olaraq həmin mövzular haqqında izahlar çəkək, paylaşaq. Siz də yararlanın. Videonu bəyənməyi, paylaşmağı unutmayın və qruplarımıza qoşulmaq üçün yuxarıda qeyd elədiyim nömrənin WhatsApp ilə, mobilnisi ilə əlaqə saxlaya bilərsiniz. Sağ olun, özünüzdən müğayət olun.